Deməli uşaqlar, MHM-də düşən belə bir sual vardı. Bəzən uşaqlar belə bir suallarda çox çətinlik çəkirlər. Bu tərkib məsələsi bəzən bəzi məqamlarda çaşdırıcı ola bilər. Gəlin birinci buradan başlayaq ki, bəzi məqamları yada salaq tərkib məsələsində. Oldu, et və bil tipli sözlərdən qabaq, əgər sadəcə bircə dənə söz gələrsə, sadəcə bir dənə, məsəl üçün, kömək olmaq mənasında, məsələn, kömək olmaq yazıbsa və yaxud da kömək olanda və s. fərq etmir, hər hansısa bir söz gəlirsə, baxın, oldan qabaq gələn sadəcə bir sözdürsə, yəni mən bu ikisini bir yerdə sadəcə cümlə üzvü kimi götürəmsə, mən buna tərkib deyə bilmərəm. Yəni, buradakı maqbəç olsun, anda, əndə olsun və yaxud da nə olur olsun, görüb də mən onu tərkib kimi götürə bilmərəm. O elə yenə də məstər formasında çıxış edəcək. Mürəkkəb feildir. Bunun mürəkkəb feil olacaqdır nitq hissəsi olaraq. Yəni tərkibli olaraq da bəli, sən rahatlıqla deyə bilərsən ki, tərkibində məstər, feili, sifət, feili bağlama şəkilçisi işlənmişdir. Bir də ki, frazoloji birləşmələrdə çox diqqət edin. Frazoloji birləşmələrin tərkibində bütün sözlər bir yerdə, yəni hər hansısa bir söz qoşulub frazoloji birləşmənin tərkibinə, o da onun tərkibində gedib. Xeyr, bundan danışmıram. Bütöv formada frazoloji birləşmədə tərkibində istər məstər şəkilçisi olsun, istər feili sifət, istər feili bağlama şəkilçisi. Bu onun frazoloji birləşmə olmasını dəyişmir. Yəni frazoloji birləşmənin tərkibində feili bağlama, feili sifət, məstər şəkilçisi vardırsa, bu məstər tərkibi, feili bağlama tərkibi və yaxud da feili sifət tərkibi demək deyil. Məsələn, bu suala baxaq. Deyir, hansı cümlədə feili sifət tərkib əmələ gətirməmişdir. Silmişəm. Nəyi silmişəm? Atama yazdığım mesajı. Bu getdi. Burada var. Deyir ki, nə dərəcədə mümkündür? Nə? Dostluq. Hansı dostluq? Kiminlə dostluq? Adamla. Hansı adamla? Gözü ayağının altını görməyən adamla. Burada tərkib yaranmayıb. Bilirsiniz niyə yaranmayıb? Çünki gözü ayağının altını görməmək bu frazoloji birləşmədir. O zaman, məsəl üçün, frazoloji birləşmə tərkib formasında gedər ki, frazoloji birləşmədən qabaq bir dənə müstəqil şəkildə işlənmiş bir söz gəlsin. Bu zaman onun tərkibinə daxil olur və həmin vaxt isə bu bir yerdə tərkib adlanacaq. Amma yox, sırf bütün sözlər burada heç bir əlavə söz olunmadan, bütün söz bir yerdə sadəcə frazoloji birləşmədirsə, onun tərkibində nə şəkilçi olur olsun, istər feili sifət, istər feili bağlama, hansı şəkilçi olursa olsun, onu döndərib məstər tərkibi, feili sifət və yaxud da feili bağlama tərkibi edə bilməz. Əgər desəydim ki, məsələn, Aydanın ağlı başından gedəndə və yaxud da ki, ağlı başına gələndə fərqi yoxdur. Aydanın sözü onun tərkibindədirsə, bu sözü hətta belə bir şey yazarıq. Bunun üzərində yaza bilsəm yazım. Məsələn, deyirəm ki, Aydının ağlı başına gələndə. Birincisi, ağlı başına gəlmək frazoloji birləşmədə parçalaya bilmərəm. Aydının ağlı üçüncü növdür parçalaya bilmərəm. Ona görə də mən məcburam ki, yəni bu ortada qalan söz həm frazoloji birləşməyə aiddir, həm üçüncü növ təyini söz birləşməsinin aslı tərəfinə aiddir. Parçalaya bilmədiyim üçün hamısını bir yerdə götürürəm və bu zaman bu adlanır tərkib.